Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bayramla əlaqədar qardaşının məzarını ziyarət edən şəxs qarşılaşdığı hadisədən heyrətə gəlib. Qardaşının məzarının yerində başqa şəxsin dəfn edildiyini görüb. Uc. Az bildirir ki, hadisə Suraxanı rayonunun Əmircan qəbristanlığında baş verib. Elxan Sultanov iddia edir ki, onun qardaşının baş daşı da qırılaraq atılıb. Elxan Sultanov deyir ki, dəfn edilən şəxslərin yaxınlarını tapıb. Onlar söz veriblər ki, həmin şəxsin nəşini çıxarıb başqa bir yerdə təkrar dəfn edəcəklər. Ancaq bu vədə əməl edilməyib. Məsələ ilə bağlı məzarlıqlara cavabdeh olan şəxslə əlaqə saxladıq. OE Xəzər xəbər bildirdi ki, yeni dəfn edilən şəxslərin yaxınları ona bildiriblər ki, bu yer onlarındır və buna görə də həmin şəxsi orada dəfn ediblər. Daha sonra isə yeni dəfn edilən şəxsin yaxını ilə əlaqə saxladıq. O isə bildirdi ki, ailələr danışaraq əvvəlki qəbirdə dəfn edilən şəxsin atasından razılıq alıblar. Müsahibimiz isə deyir ki, onlar arasında heç bir razılaşma yoxdur.